Hamını təbrik edirəm. Bugünkü günə görə, azad olunma gününün 5 illiyinə görə. Allah şəhidlərimizə rəhmət eləsin, qalanlara can sağlığı versin. Qazilərimiz sağ olsun, əskərlərimiz sağ olsun. Ali baş komandanımız Allah qorusun. Çox sağ ol, sən də əziyyət çəksin. Allah sana bir gün qismət eləyib ki, bizə bu günləri Mehdirdə bir bütövlükdə bir tədbir keçirdək. Gəlin burada, niyə durursunuz orada? Gel bacım, gel qardaşım, bir olaq yumruq olaq, sinəsi dağlanmasın, bölünməsin bu torpaq. Yaşa, yaşa, yaşa mənim xalqım, yaşa, yaşa, yaşa mənim xalqım, yaşa, yaşa, yaşa mənim xalqım, yaşa, yaşa, yaşa mənim xalqım. Ölsə ya da əyilməz, düşsə dara çətinə, bu vüqarlı xalqımın qurbanam qeyrətinə. Ölsə ya da əyilməz, düşsə dara çətinə, bu vüqarlı xalqımın qurbanam qeyrətinə. Türkün qolu bükülməz, Türkün beli əyilməz, bir kərə qalxan bayraq, bir daha enməz, enməz. Türkün qolu bükülməz, Türkün beli əyilməz, bir kərə qalxan bayraq, bir daha enməz, enməz. Yaşa, yaşa, yaşa mənim xalqım, yaşa, yaşa, yaşa mənim xalqım. Vətənimə yayayım, seyrinə yaya, çağırırayım əllərim, hörmət görmək istəyən Azərbaycana gəlsin ayam, aman yaşa, yaşa, yaşa mənim xalqım, yaşa, 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 yaşa mənim Bak, bura bizim pavilyonudur. Bura. Bu taraf magazinidir, büyük magazindir. Bura ben de yerlerse. Bizim pavilyonumuzdur. Bak, çınarlar da vardı, böyüdü, kesipler. Şimdi kötüye kalkıptı. Orada bizim magazin vardı büyük. Burada dəyirman vardı. Orada dəmirçixana vardı. Burada bir tane magazin vardı, Xozmaq. Burada benim bu kardeşim Hacının magazini vardı, ətxana. Ora garajıdır, bizim garajımız. O görürsünüz, dəmirlər də qalıbdır. Kolxozdan qalan traktorların dəmirləri də qalıbdır. Qabağa getdikcə izah edəcəm.
Arkadan gelenleri çek. Oktyabr 2025-ci ildir bu günləri. Bu günləri Allah qoysa bizim kəndin azad olduğu gündür, neşələ keçir. Onunla bağlı bütün elektrik kənd cəmaatı, qonaqlar da, qıraqdan olanlar hamısı dəvət eləmişik ki, burada bir tədbir keçirdək. Ona görə də elektrik kəndinə girişdəyik biz. Bir dəqiqə var, kəndin içərisidir, dağılmış binalardır. Allah nəhlət eləsin ermənilərə. Ermənilər dağıdıb hamısını qorxundu, biz gedirik. Həmin gedir qəbristanlığa, orada şəhidlərin abidəsini uzatmışıq. Onu ziyarət eləməyə, bugün birlikdə qəbirlərimizi ziyarət eləməyə Allah hamısına rəhmət eləsin. Bunlar da bizim uşaqlara oxşuyur. Çək bizim uşaqlardır, kəndçilərdir. Əbrət çox yığın, nə paylayasınız orada? Bu rəhmətli Nazarbaşın evidir, bir dənə kərpic evidir, 600 topu qalıb burada elə, görsən. Bunların hamısı amma, sizin imsanlı azlı verəmdir. Bir bura. Bura Calal da. Yox. Bu Allah verdi kişilikləri. Çərkəzgillərin evidir. Bura, hə. Bu tərəfdən elə gittikcə. Sonra sizinkilər gəlir. Elə yaxınlaşıb gelirlər. Elə bir ki, bunlar gətirib bir yaxınlaşdırırlar. Buralarda da, hə. Böyüdür də, keçdi gibi. Bunlar da sizinkiler, sinirli bunlar. Çünkü bu sahibin evi. Ha. Sahibin evidir, sahibin hamamı da burada. Zöhrabgil'in evi değil. Burası Zöhrabgil'in evi. Ama bu değil sahibin evidir. Ha. Sahibin evi. Buraya rahmetli Kamran kişi değil. Bir de suyunu var. Kanaldan böyle bağlı. Bura rəhmətli Kamran ağamın evidir. Buradan belə gəlir Camalı, Şəmilin evi, sonra Əhməd kişinin evi, o da bizim qəbristanlıq. Bu da bizim abadlaşdırdığımız qəbristanlığımız. Hamı gəlib indi qəbristanlığa ziyarət edirlər bu günləri. Bu da bizim yeni saldığımız şəhidlər xiyabanı. Allah hamısına rəhmət eləsin. Salam da, hoş geldin. Hoş geldin. Beni qaytar qruba sargına, qrup Gördüm. Sağ ol. Esselamu ala la ilahe illallah min ehla bi hakkı la ilahe illallah.Üşhedü men la ilahe illallah keyfe vecesen ya la ilahe illallah. Muhammeden Resulullah aliyen veliyullah ve bil Fatiha. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Tamam, buna verebilirsin. Tamam, ver buna değil mi? Kabağın değeri verirsin. Ver aşağı kabağına. صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد. Allah cəmi şəhidlərimizə, Allah cəmi qəbirəstanlıq əhlinə, Allah cəmi dünyadan gedənlərimizə rəhmət eləsin. Allah təala nəsib elədi, gəldik, ziyarət elədik, qəbirlərimizi, ölənlərimizi, şəhidlərimizə abidə qoydular, sağ olsunlar, Allah üzərine eləsin, Allah zəhmətlərinə görə mükafatlarını versin. Allah təala nəsib elədi belə bir şey bizə. Və gəlib o dağın başından durub o qədər ağlamışam, bax Xələt bəy dağının bərizə. Yerdik görən gedib o torpaq bizə qismət olacaq. Allah təala qismət elədi. O qoçaq balalarımızın, ordumuzun,
rəhbərimizin sayəsində, prezidentimizin sayəsində, cəmaətimizin birliyi sayəsində nəsib oldu, gəldi bu torpaqlara, qismət oldu. Allah qismət eləsin, gəlib yaşayaq. Allah Nə qədər qoysa, ömrümüz Allah qaldı. ağzından eşitsin, ay hacı. Allah dualarımızı müstəcab elədi. O qədər deyirdilər ki, deyəndə ki, qaydacağıq deyirdilər, tez-tez deyir. Tez-tez deyir, Allah qismət elədi. Allah Teala deyir ki, O günə min şükür. səbr eləyən mənim dostumdur. Hə, bax belə oğullarım, belə igid balalarım sayəsində. Bravo. Herkes. Sami, Zat, Selam. Sen o eşeğimi de tutmaya gittin yarmaçı. Sağ ol. Həmişə vətənimizdə, doğmazda. Allah hamısına rəhmət eləsin şəhidlərimizə. Cəmaatımızı xoş gördük, hamısı. Təşkil edənlərin Amin, amin. cəmaatı bir yerə yığanlar. Hoş gördük. Söyle. Selam. Kim? Ha, Arda'sın hadi. Allah şehrildə, vətənildə. Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Qanunlarımıza can sağlığı versin. Gün o gün olsun. Çıxaq gələk buraya, oradan qaldırır. İnşallah. Kansüre. Reşit buradadır. Reşit buradadır. Ha, giyinecek. İndi burada, forması burada. Reşit. Sen de keçirsən oğul, vətənə borcunu ödəməlisən. Həm də bu dönəmdə təcrübən artır, düşməni sən mütləq məhv etməlisən. Bu şərəf yoludur keçirsən oğul, vətənə borcunu ödəməlisən. Həm də bu dönəmdə təcrübən artır, düşməni sən mütləq məhv etməlisən. Boyana bacılar arxayın olsun, çəkir keşini Azəri oğlu. Məzarda şəhidlər rahat uyusun, məzarda şəhidlər rahat uyusun. Oğul vətən üçündür, vətəni qoru. Oğul vətən üçündür, vətəni qoru. Qarabağ harayla səni çağırır, qisas almalısan oğul düşməndən. Sevincdən gözlərim yaşarır, dolur. Vətənə bir igid böyütmüşəm mən. Qarabağ harayla səni çağırır, qisas almalısan oğul düşməndən. Sevincdən gözlərim yaşarır, dolur. Vətənə bir igid böyütmüşəm mən. Vətənə bir əskər böyütmüşəm mən. Vətənə bir oğul böyütmüşəm mən. Düşman bizim karşımızda acizdir. Düşmanın belini kırırız, kıracağız. Karabağ bizimdir, yaşasın Azerbaycan,
eşq olsun Azərbaycan xalqına. Bu şərəf yoludur keçirsən oğlum, vətənə borcunu ödəməlisən. Həm də bu dönəmdə təcrübən artır, düşməni sən mütləq məhv etməlisən. Ürəyimin yarası, günəşin od balası, yaddaşımızda qalası, Cəbrayıl, ay Cəbrayıl, ocağımın körüsən, dodağımın sözüsən, sən anamın özüsən, Cəbrayıl, ay Cəbrayıl. Bəs bunu aç bura, bağlayaq ona. Allah şəhərlərimizdə rəhmət eləsin. Sağ ol, sağ ol. Qisas almalısan oğul düşməndən, sevincdən gözlərim yaşarır, dolur. Vətənə bir igid böyütmüşəm mən, Qarabağ harayla səni çağırır. Qisas almalısan oğul düşməndən, sevincdən gözlərim yaşarır, dolur. Vətənə bir igid böyütmüşəm mən, vətənə bir əskər böyütmüşəm mən, vətənə bir oğul böyütmüşəm mən. Üstün bir müşerim halkın tarafından ben sezilmişem. Türk'em bir ölmüşem, min dirilmişem. Kahraman değilim sen oğluna. 24. Peyğəmbər haqqında Allahümme sallallahu Muhammedin ve ali Muhammed. 14 məsum 5 kimsənin haqqında salavat göndərək. Allahümme sallallahu Muhammedin ve ali Muhammed. Kəlbala şəhidlər haqqında salavat göndərək. Allahümme sallallahu Muhammedin ve ali Muhammed. Qarabağ şəhidləri haqqında salavat göndərək. Allahümme sallallahu Muhammedin ve ali Muhammed. Bu dayandığımız yer Mehdili qəbirəstanlığıdır. Bu qəbirəstanlıqda nə qədər uyan ölülərimiz var. Ruhların istirahatına salavat göndərək. Allahümme sallallahu Muhammedin ve ali Muhammed. Və birinci kəndimizin şəhidi Tayrov İskəndərdi Kamaloğlu özünün və sair şəhidlərimiz haqqında salavat göndərək. Allahümme sallallahu Muhammedin ve ali Muhammed. O qədər arzulamışıq ki, bu torpağa gələk, ölənlərimizi ziyarət edək. Allah nəsib edib, qismət edib, gəlmişik. Bunların ruhlarının şad olmaq üçün həmişə kənardan, amma indi uyuduqları məkanda durub Qurandan surə tilavət eləyəcəyik. Ruhlarına hədiyyə eləyəcəyik. Və olunan duaların, oxunan Quran surənin, ayələrin savabını onların ruhlarına Allah tərəfindən bəxş olunması üçün Peyğəmbər və Ali Peyğəmbər Muhammed Peyğəmbər haqqında salavat göndərək. Allahümme salli ala Muhammedin ve Ali Muhammed. Euzubillahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yasin sallallahu aleyhi ve sellem vel Kur'anil hakim. İnneke leminel murselin ala sıratın müstakim. Tenzilel azizirrahim. لتنذر قوما ما أنذر آباؤهم فهم غافلون لقد حق القول على أكثرهم فهم لا يؤمنون إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مغمحون وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فَاَخْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ وَسَوَاءٌ عَلَيْهِمْ أَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ إِنَّمَا تُنذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَنَ بِالْغَيْبِ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ
İnna nahnu nuhyul mevte ve nektubu ma qaddamu ve asarahum ve kulle şeyin ehseynahu fi imamin mubin vezrib lahum meselen ashabel gariyeti izzahel mursalun iz erselina ileyhum usneyni fekezzebuhuma feazzezne bisalisin fegalu inne ileykum mursalun قالوا ما أنتم إلا بشر مثلنا وما أنزل الرحمن من شيء أنتم إلا تكذبون قالوا ربنا يعلم إن إليكم لمرسلون وما علينا إلا البلاغ المبين قالوا إنا تطيرنا بكم لئن لم تنتهوا لنرجمنكم وليمسنكم منا عذاب أليم قالوا طائركم معكم إن ذكرتم بل أنتم قوم مسرفون وجاء من أقصى المدينة رجل يسعى قال يا قوم اتبعوا المرسلين اتبعوا من لا يسألكم أجرا وهم مهتدون وما لي العبد الذي فترني وإليه ترجعون جعلني من المكرمين وما أنزلنا على قوم من السماء وما كنا منزلين Allah rahmet eylesin. Rahmet getdi, Əhməd bir taxtan neyini. Bunun üstünü Dilləməyə çox gətir oraya. Deyir taxta hər yer taxtadır, gəlməz. Allah rahmet eylesin. Allah ruhu şad eylesin. Allah şəhidlərimizə rəhmət eləsin ki, bugünkü günü yaşadıq. Allah onların ruhunu şad eləsin. Bunlar Məhəmmədin yoldaşlarıdır, hemen gəlsin. Yendirdin ya bu boş. O Şirvandan mı? Bu boştu. Bunu silmem buradan teşrif alıyor. Burası hiçbir var mı? Şoförü bayram için mi? Yok yok. Git tezele. Pancaram Ne getirin? bu koydum. Maşallah. Sen de maşallah burada. Ken. Hamısı yüzden yukarı adam var. Çok yaxşı. Allah köməkləri olsun da, onlar da əziyyəti qiymətləndirib gəlirlər təbii ki, elə deyil? Qasaq. Siz də sağ olun ki, əziyyət çəkib gəlibsiniz. Müəyyən adamlar biraz problemlərlə bağlı gələ bilməklər, mənə zəhmət olur. Xəstələnən var, var. Demir dedi ki, 90. Gördün. sağ ol. Kimə gəlmişsən? Araz dinarı olmasa. Benden ne var qəbrin kübüyü? Harada? Təşəkkürlər. Ben öyle bilmiyorum. Bir de bunu kaldı vereyim. Ama demez görmedi. Oralardadır. Deyə belədədir o sənə. Bak o aşağıda Nazımın dükkanı daşı var. O gedib ora düşür. Ya indi gəlib. Oradan gəldi. Ha düz şeydən getdi. Cemiyül eşrefil enbiyayı vel evliyayı vel etkhiyayı vel şühadayı vel sülahayı vel ulemayı vel fügarayı vel murselin velhamdülillahi rabbil alemin ilahi amin ya rabbil alemin Allahümme ya halikel lövhül kalem ve ya cailen nulil vel zinem irham aleyna bi hürmetil seyyidül arabil vel ecem Allahümme estecib duana ve şfi merzana Allahümme ehfir lil mu'minina vel mu'minat vel müslümina vel müslümat el ehyai minhum vel amvat tabi'ahum ma beynena beynahum bil hayrat
İnneke mücubud davat, inneke refi'ud derecat. İnneke gazihil hacat, inneke veliyyul hasenat. İnneke ala kulli şeyin qadir ve bil icabetil mağfiretil cedir. Allahümme bealligh sevâbe ma qad qara'nahu min kitabikel kerim vel furqanikel azim enni sevâbe tilaveti sure-i mübareke Yasin. Ve ila ervahil merhumin el mahburin el mebrurin el ma'lumin a'lallahu megamahu ve refa'allahu derecedahu ve cealel cennete mesvahu meskenahu ve bihakkı Muhammedin sallallahu aleyhi ve sellem ve Ali aleyhisselam-ı mürteza vel Fatimete salamullahu aleyha seyyidetin nisa'il alemin vel Hasan aleyhisselam müşteba vel Hüseyin aleyhisselam şehidi deşli bir Kerbala ve bihakkı hürmeti suretil mübareketil Fatihati ma'as-salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratel müstakim. Sıratel lezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahadallahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammedin ve ali Muhammed. İlahi Pərverdigara okuduğumuz Kur'an-ı salavul salavat günlerin şehitlerimizin qəbir qəbirstanlığı ne kadar uyuyan var, ölülerin ruhlarına heybelə Pərverdigara nəsib elədin, qismət elədin, gəldiyi əyəni sürətdə öz məzarlarımızı ziyaret elədin, İlahi arzularımıza satdıq. İlahi bunları, bunu bize yaşadan ordumuza, şəhidlərimizə, əskərlərimizə, Ali Baş Komandanımıza ilahi təşəkkür edirik. İlahi cəmaatımızı, elimizi həmişə mehriban eləginə nəsib elədin, gəldik Pərverdigara. Bu deyil, Mehdili cəmaat tökülüb gəlibdik, sahil qonaqlarımızdır. Bizim gedəcək yerimiz o, neçə illər yaşadığımız evləri yox. Birinci gəlin məzarlıqlarımızı ziyaret edirik. İndi ki gəlmişik əhəni sürətdə ilahi Pərverdigara, ruhların şad elə, qoy ruhları şad olsun ki, gəldi mənim cəmaatım, elim, obam, qohumum, ağrəbəm, oğlum, qızım, bizləri ziyaret elədi. Pərverdigara, sənat verirəm, Mehdili cəmaatı çox mehriban cəmaatı olub, ağsaqqal, qarasaqqal sayan cəmaatı olubdur. Kəndimizin, elimizin ağsaqqalı olub. Molla İbrahim əmi, yanımızdadır məzara. Allah ruhunu şad eləsin. O qədər elə ağsaqqallarımız olub ki, o qədər cavan olmaqlarına bax, ağsaqqalı yaran vətəndaşlarımız, sakinlərimiz var. İlahi, hamısını səhi səlamət elə ginən. İlahi, bizi ağla gəlməz xata balalardan qoru ginən. Xəstələrimizə şəfa ver ginən, Pərverdigara. Arzularımıza çatdı ginən, Pərverdigara. Yenə də dedim, qayıdıb burada bu torpaqda yaşamağı bizə nəsib elə, ilahi Pərverdigara. Gəlib o qədər, bax o Xələfbəy dağının üstündə durmuşam oradan, o 30 il ərzində. Oradan baxıb o qədər ağlamışam, baxmışam. İndi Allah'a şükür, Mehdilidən durub Xələfbəy dağına baxıram. Allahın möcüzəsini heç vaxt yadımızdan çıxartmayaq. O qədər məclislərdə deyirdik ki, Allah nəsib eləsin, gedək o torpaqlara. O qədər ali təhsilli, professor, alimlər özümə deyir ki, tez-tezdir yadından çıxar. Deməli, Allah Teala deyirdi ki, səbirli oldu. Qismət elədi, səbirsiz olmadı. Gəldi, Allah Teala nəsib elədi. İndi bu gündən belə də vətənimizdə, torpağımızda yaşayıb və buranı dirçəltmək bizə torpaq lazım. Evlərdir, uçurub, kafirdir, zalimdir, kimsə uçurub. Kəcəyik onu. Necə ki, bu 30 ildə çıxmış yanımız, onun kimi inşallah evləri də bərpa edəcəyik, Allahın köməyi ilə. Allahın köməyindən eləyəcəyik. Bax, bizə bu torpaqlar lazımdır, bax, bu vətən torpaqları. Keçən dəfə gələndə, bax, buralar, nə bilim, hansı zibilin səddi var idi. İndi söküblər, təmizləyiblər, Allaha şükür. 2 gün bundan qabaq Arxayın, məsəl üçün gəlib qəbirlərimizi ziyarət edə bilirik. Çox şükür ilahinin böyüklüyünə, ay cəmaat. Bu günləri bircə şey, indi mən sizə indi daha o vaxtı cavan edin, indi yaşlaşmışız da, indi biz nəsillər tək-tək yaşlı, məsələn, onların içində Bahadur əmi buradadır, Bahadur əmi gəlibdir, indi o birləri də yəqin gəlməyənləri də var. Ta indi biz gəlib o yaşlara çatmışıq. Torpağın gələndən sonra qədrin bilək. Bu torpaqlardan ötürü 32 il dağlamışıq. Bax, bu torpaqlardan ötürü. Ki, gedək. Hamımızın Allah'a şükür. Ev olmayanı yoxdur. Dişi ilə, dırnağına tikibdir. Amma yenə də orada yatanda bıra üzrə. Qarabağ gəlir.
vətən müstəqildir. Ona görə də bu gündən belə o balalarımıza, o cavanlar bəlkə də dərk edəmir. Torpaq nədir, vətən nədir? Onlara aşılamalıyıq, onlara deməliyik. Allah'a şükür kəndimizin, mən fəxr edirəm elimizlə, ovamızdan, amma bir dəfə də bir məclis demişəm. Mehdili kəndinin o qədər çox, məsəl üçün, orta səviyyədə əhalisi var, amma baxın, maşallah, nə qədər hacılarımız var Mehdili kəndində. Mən səhv eləmirəmsə, mən 15'ini saymışam. Bəlkə də varsa, o ümrəyə gedənlər zaten 15 dənə qanunu hacı təməttüyə gedən sakinlərimiz var. Yəni, bu elə belə şey deyil. Elə belə şey deyil. Əhalisinə görə çox güclü bir şeydir. İndi birdən bəzən deyirlər belə, hər kim isə Allah qismət edib, getmişik. Peyğəmbərlər gəzən torpağa gəlmişik. Və orada elimizi, obamızı dua eləmişik. İstər istəməz gedən zəvvar hamısı torpağa, elin obasının ordusunu orada ziyarət edir. Allah Teala da müstəcab elədir. İndi dua eləyək, gərək sağ-salamat burada yaşayaq. Qalan ömrümüzü Allah nəsib eləsin. Bir iləm, para eləmi inşallah yəqin ki gələcəyik Allahın köməkliyi ilə. Amma gələndən sonra yenə bir yaxd dedim, bizim cəmaat çox mehriban cəmaatdır. Ağsaqqalın, qarasaqqalın, cavanın yerin belə cəmaatdır. Yəni mənim sənin olmuyubdur. Mənim yaşım dövründə belə bilirəm. Olmaz da inşallah. Ona görə o bünövrəni bizə ağsaqqallarımız qoyubdur. O bünövrə ki var, o mehribançılıq. Onu bizə, mən bir dəfə dedim, bizdə, bizim kətdə indi o bəziləri bilmirəm, uşaq birindən 2 yaş, 1 yaş balazadırsa, o yanındakini əmi dayı deyirdi. O nədən irəli gəlir? Tərbiyədən. O ağsaqqallarımızı qoyduğu bünövrədən. O qədər xeyirxah adamlarımız, o qədər xeyirxah dünyadan köçüblər, Allah rəhmət eləsin. İndi olanları var. Heç vaxt, bax, Allah salamat eləsin, mən ad çəkmirəm. Qurğudur qurublar, şəhidlərimiz abidə qoyublar, Allah hamısı salamat eləsin. Allah qardaşlarına bərəkət versin. Allah onları özündən başqasına möhtac eləməsin. Çox gözəl bir şeydir. Bəlkə də çox kətdə yoxdur. Elə belə şey deyil. Bunun hamısı birliyin, mehribançılığın təcəssümüdür. Gəlib bir yerdə birləşibdir. Heç kimdə heç vaxt deməzdə deməsin də ki, mən elədim, mənə. Yox, mən elədim, yox, biz elədik. Yəni hamımız işidir. Gələk, dikər, gəlib yaşayarıq inşallah. Allah nəsib eləsin. Çox sağ olun, Allah var eləsin. Qəbiristanda o hacılarımızdan da bizə Allah Teala qismət edib. Məkkə-i Mükərrəmdə, Mədni-i Münəvvərdə biz gedib ölənlərimiz üçün namaz qılmışıq, dua eləmişik. Elə belə bir şey deyil. Elə belə bir şey deyil. Mən inanmıram ki, hansısa bir zəvvar geçsin, o torpaqda, ya Kəlbəlada, ya Məşəddə o ölənlərimiz üçün, şəhidlərimiz üçün dua elə. Biz Allah'a şükür, var Quran oxuyanımız da var, bilənimiz də var, Allah'a min şükür, çox şükür. Bunları biz nəzərə almalıyıq. Heç belə pasiv də olmamışıq. Kəndimizin çoxlu qəşək balalarımız var, məktəblər qutarıblar, yaxşı işlə işləyirlər. İmkanları var, Allah tayda artıq eləsin. Allah hamısı bizim fəxrimizdir. Hamısı bizim fəxrimizdir. Və eləməliyik də. Bir yaxd dedim, bizim mehdili zamanı, demirəm, başqa şəkillər. Özümüzdən danışıram. Çox mehdiban zamanı olub. Gələcəkdə də inşallah olacaqdır. Allah hamımıza can sağlığı versin. Bizim kəndin, elimizin, obamızın ağsaqqalı Hacı Temir məclisi açacaq, abidənin açılışını eləyəcək. Bir dəqiqəlik sükutla yad eləyəcək şəhidlərimizi, sonra dövlət himni, ondan sonra Hacı özü söz verəcək buradakı olan insanlara çıxış üçün. Hacı buyur bura. Hacı bizim kəndimizin Sovet sədri işləyib, kolxoz sədri işləyib, böyük əməyi olub kəndimiz üçün, elimiz, obamız üçün.
Ona görə də məsləhət bildik ki, qoy Hacı özü bu məclisi açsın və elan eləsin. Buyur Hacı. Çox hörmətli cəmaatımız. Əvvəla hamınızı salamlayıram. Hamınıza uzun ömür can sağlayıram. Allah'tan arzu edirəm ki, belə bir böyük məclisdə erişdir. Ancaq şəhidlərimizin ruhuna bir dəqiqə suçluğuna yad edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, yollar şad olsun. İkinci veteranlar, qazilərimizi ürəkdən onlara can sağlığı arzu edirəm. Allah'tan arzu edirəm ki, Allah onlara şəfa versin. Nə problemlər varsa Allah onu kömək olsun. Qazi, müharibə veteranlarına da can sağlığı arzu edirəm. Hamısının uzun ömür can sağlığı arzu edirəm. Ay cəmaatımız, ay elimiz olmaz. Mən onu qeyd edirəm ki, bu abidənin o navesin tikilməsində cəmaatın hamısının zəhməti əməyi var. Hamımıza Allah kömək olsun və onu qeyd edeyim ki, bu abidənin tikilməsində məsləhətləşdik həmişə. Dedik ki, bu şəhid ərlərdə əvvəl bir sıxıcı yığıldılar, yerində təyin edik. Bunu rəhbərçiliyi Məhəmməd elədi, amma arazda Cəlal da sağ olsunlar ki, onlar da onların köməkliyi nəticəsində belə bir abidəni biz diksətdik. Allah onlara halal xoş olsun, Allah onlara rəhmət eləsin. Və ay cəmaat, onu qeyd edirəm ki, bizim Mehdili cəmaatı, mən burada sxemində çəkmişəm. Bizim cəmaat çox mehriban cəmaatdır. Onun da hamısı onun əmələ gəlir ki, biz bir-birimizin səhvini bağışlamağı bacarmışıq. Bizim böyüklərimiz eləyib, biz də onu davam edirik. İndi baxıram ki, cavanlar da bizim yolumuzda davam edirlər. Mən cavanlardan çox razıyam. Allah onlara ömür versin, gələcəkləri parlaq olsun. Onlar da biz yaşıl çatsınlar. Belə bizləri yad eləsinlər. Yenə cəmaata uzun ömür can sağlığı. O əvvəlki mehribançılığı da arzulayıram. Allah'tan arzulayıram ki, gələn, burada dövlət keçərimiz təcəyik. İnşallah burada böyük şadlıq məclisləri keçir. Hamımıza elə bir şadlıqlar arzulayıram. Və indi əlavə sözlər verək kiməsə, Hacılarımız dəvət eləsə buna yaxşı olar. Çünki kəndimizin həmin böyük nəslin nümayəndəsidir. Həmin kəndimizin böyük nəslin nümayəndəsidir. Allah İrman babama rəhmət eləsin. Elə indi Ramiz də o nəsildəndir. Hacı buyur. Salam, hoş gördük Mehdili cəmaatı. Mən də şəhidlərin ruhuna bir fatihə deyirəm. Allah rəhmət eləsin. Əziyyət çəkənlərin Allah
canın sağ eylesin. Çok zor mənimle Celal əziyyət çəkəsiniz. Allah o dünyaları versin. Biz büyük arazı. Buradadır. Asasın. Kim əziyyət çəkirsə əziyyətləri Allah olsun. Çok sağ olsunlar ki böyle bir abidəni yaradıblar. Bu abidədə bu gençlere, baldan gelen nesile bir nişan olacak ki doğrudan da bizim gençler Karabağ torpağını, Cebra torpağında buluşublar. Allah'ımıza rahmet eylesin, kalanlara can sağlığı. Şehitlerin yakınlarına uzun ömür can sağlığı diliyorum. Ne diyeyim? Allah o dünyaları versin. Bizim yani dediğimiz çok sağ olun. Elə mən onu dəyəcəyim ki, kəndimizin ağsaqqalımız, hamımızın hörmət elədiyi, hamıya da hörmət qoyduğu Bahadır daimi dəvət edeyim. Gəlsin o da bir sözünü desin. Dur, buradan belə. Biraz bəşdən. Çok sağ olun. Bana söz verdiğiniz için. Allah şehitlerimize rahmet eylesin. Gazilerimize can sağlığı versin. Onların hesabına biz böyle topalaşmışız. Onlar ölmez şehitlerdir. Onlar həmişə bizim yadımızda olacak. Onları həmişə yad edeceğiz. Allah rahmet eylesin. Sağ olun. Tavsiyelerden sonra. Ay cəmaət, biz bura şəhidləri icad eləmək, ziyarət eləmək üçün gəlmişik. Hamı bilir ki, bizim şəhidlərimiz 6 nəfərdir. Onlardan bir bu şəhid ailələrinə mən də biləm ki, söz versəz, yaxşı olar. Samaya, gəl Samaya. Celal, ay Celal. Yeşildə gəldi, gel başkan. Bir daha hamınızı salamlayıram. Allah bütün şehitlerimizə rəhmət eləsin, məkanları cənnət olsun, ruhları şad olsun. Burada əməyi olan bütün qardaşlarıma, hamısına sağ ol deyirəm. Mən indi həqiqətən bir etiraf eləməli istəyirəm ki, mən çox xoşbəxtəm ki, mənim belə elim obam var. Həqiqətən çox gözəl. Allah sizlərə dəyməsin. Allah sizləri var eləsin. Yaxşı ki varsınız. Allah şəhidlərimizə, qazilərimizə, veteranlarımıza, əməyi olan bütün vətən uğrunda canından keçmişlərə, ölənlərə rəhmət, qalanlara can sağlığı arzulayıram. Yaxşı ki varsınız. Elim obam. Allah sizləri var eləsin. Allah sizləri qorusun. Məhəmməd müəllim, Araz qardaş, Cəlal qardaş, ay mənim elim obam, yaxşı ki varsınız. Əməyimizə halal edin bu şəhidlərə. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları uca olsun, ruhları şad olsun. Şəhid valideynlər, dünyadan köçmüş valideynlərlə də Allah rəhmət eləsin. Məkanları cənnət olsun. Anam sağ olsaydı, Allah ona da Allah verməsin. Allah bütün valideynləri rəhmət eləsin, məkanları. Amin. Kəndimizin ilk şəhidi Tahir İskəndər olubdur. Onun da böyük qardaşı buradadır. Biriniz gəlin. Elə oradan danış, şeyim yox. Müzəffər, yaxın gəl. Çox sağ olun. Allah sizdən razı olsun. Bu abidəni yarattığınız üçün sizə özlərinin təşəkkürümü bildirirəm. Burada kimin əməyi var, onun hamısına özlərinin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı. Biz bugün buraya toplaşmaqda o qazilərin, şəhidlərin hesabına gəlib burada dayanmışıq, toplanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı. Çox sağ olun. Mən də qardaşım dedikləri sözləri şərikəm. Allah şəhidlərimizə rəhmət eləsin. Burada əziyyət çəkib hər bir şəxsin
Allah canı sağ olsun. Onlar hər birinə ayrı-ayrı minnətdarlığım var. Məhəmməd müəllim, Araz müəllim, hamısına hər birinə təşəkkür edirəm. Çox sağ olun. Əziz cəmiyyətim, hamınız bilirsiniz ki, bizim kəndin uğrunda döyüşdə, bu Lələtəpənin döyüşündə rəhmətlik Həbib rəhmətim. Mən indi istəyirəm, nə olur? Mən çox söz demək istəyirəm, burada ağsaqqalların sağ olsunlar, onlar deyiblər məndən əvvəl. Bu abidəni yaradanlar, burada əmək olanlar, dəstək olan hər kəsə təşəkkür edirəm. Allah şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin. Aminənin yoldaşları. Allah rəhmət eləsin. Deyirəm, indi keçək qazilərə söz verək. Sonra qonaqlarımız var, qonaqlarımızı da dinləyəcəyik. Qazilər, hansınızın, yəni hamımız çoxdur, hamımızın əməyi var, hamımızın bütün fəxr edir. Salam, hörmətli həmkəndlilər. İndi görüşmüşük, görüşmədiklərimiz insanlarla üzrünü saysınlar, yəqin ki, görüşərik. Bugünkü bura yığılmağımızın əsas səbəbi bizim hamımızın başımızın tacı olan şəhidlərimizdir. Nəinki öz kəndimizin şəhidləri, ümumiyyətlə respublikamızda torpağımızın, vətənimizin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən insanlar üçündür. Bizim şəhidlərimiz də onlardan biridir. Allah hamısının valideynlərinə, köçənlərinə rəhmət eləsin, qalanlarına can sağlığı versin və fəxrlər yaşamağa. Bundan belə onların daha çox haqqı var. Bundan belə burada biz düzülmüşük, bizim qazilərin, ondan sonra veteranların sahibi bu qədər deyil. Bizim kənddən çoxdur, sayları çoxdur. İndi müəyyən səbəblər ucbatından elələri olub ki, xidmətin yarıda buraxıblar, elələri var, axıracan 4 il, 5 il əziyyət çəkiblər, vətən uğrunda, torpaq uğrunda və onlarla bərabər onların valideynləri də həmişə əzab, əziyyət içərisində olublar. Nə qədər ki, onlar bu torpağımızın keşiyində durublar. Təsəvvür eləyin, çadır şəhərciklərində və yaxud başqa bir yerdə yerləşən həmin o cəbhədə olan insanların valideynləri gecə saat 2-də, 3-də, 4-də ora skor maşınları gəldi, səs gələndə keçirdiyi halları onu yaşayan insanlar nəzərə alıb bilə bilərlər. Ona görə bir daha onlara da hamısına can sağlığı arzulayıram, köçənlərinə Allah rəhmət eləsin. Allah qoysa bizim kəndimiz mehriban kənd olub, mehriban insanlar olmuşuq, öz yerimizə, yurdumuza tezliklə yerləşməyi Allah Taala bizə nəsib eləsin. Əvvəlki mehribançılığımızı bizə nəsib eləsin. Biz də nə deyim də, bu qədər. Hörmətli yoldaşlar, şəhid ailələrinə mən söz verdim, amma rəhmətli Qəbilin oğlu Qafil də bilirsiniz ki, Nəcü şəhid olub, arada döyüşü, onun başına gələn hadisələrdə hamımız bilirik. Onun bacısı burada və bacıları buradadır və qohumların da burada var. Səlmə, buyur. Yenə Meytili cəmaatı xoş gəlmişsiniz. Öz elimizə, öz obamıza. Allah bütün şəhidlərin hamısına rəhmət eləsin. Qazilərə can sağlığı versin. Burada da kimin zəhməti var, hamısı halal eləsin. Allah rəhmət eləsin hamısına, yenə də Allah şəhidlərə rəhmət eləsin. Qazilərə də can sağlığı versin. Deyirəm, əvvəlcən Əyyubun əkinizdə gəlsiniz bura, sizdə bir... Doktor kesin. Gəlin. Qanı yanır. Qəbir mənim ki. Görmürəm, bu heç görmürəm, gözüm tural. Deyirəm, əvvəlcəm bu şəraiti yaradanlara, bu asan işdir. Kim döyüşün qabağı verib, bu abidəni yaradıb, bizə bəxş edib, Allah onların canını sağ eləsin, uzun ömür versin onlara. Mən Daimoğlu Qafil bir gün qışlaqda posta durmuşdum, gördüm əlində avtomat, bayır formasında girdi içəri.
Bu da qulluq eləyirdi Bakı şəhərində, o Həcbəyov heykəlinin yanında. Dedim, ay dayı oğlu, sən hara, bırak hara, bəs niyə gəlmişsən? Birinci hamınız... Axtarıb məni tapıb, gəlib mənim yanıma. Dedim, ay dayı oğlu, sən bəs qoymuşdu orada, neçə dəfə də mən yanına getdim. Dedi ki, mama oğlu, orada saldatların hamısı mənə dedi ki, bəs yerini, yurdunu qoyu ora, gəlib bu Bakıda qulluq eləyirsən. Gəldi mənim yanımda da biraz fırlandı, sonra gəldi bayan çastın sahibi, komandiri mənim yanımdan götdü, apardı çasta. Təzədən bir də qaçır, sonra da ki Murovda həlak olubdur. Bax, o cürə qəhrəman Mənlə getdi, rəhmətli qəbul mənlə getdi Murova. Allah rəhmət eləsin. Allah hamısına rəhmət eləsin. Allah burada iştirak edənlərin hamısına can sağlığı, uzun ömür versin. Sağ olun. Bəli, buraya yığışmaqda bir məqsəd var. Şəhidlərin abidəsinin açılışını. Ən əvvəl deyim ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Və burada bu abidənin, o navesin tikilişində, açılışında zəhməti olanların hamısına can sağlığı arzu edirəm. Bizim kəndimiz həqiqətən mehriban kənddir. Təsəvvür edin ki, 44 günlük müharibədə orada maşını basıb hərə öz əlindəki pendirin, sasikasını, kalbasasını atırdı maşına. O qədər birlik yaranmışdı ki, o birlik nəticəsində biz qələbə çaldıq. Alnımız açıqdır indi. Bax, Meyitli kəndinin cəmaatı da bax, onun bir təcəssümüdür. Birliyi var, mehribançılığı var, bir-birini saymağı var. Allah həmişə onların canını sağ eləsin, evlərinə toy qismət eləsin. Bir də Allah müharibə göstərməsin. Sağ olun. Şəhidlərimizə Allah rəhmət eləsin. Yerləri beşikli olsun. Bu qazilərimizə can sağlığı arzulayıram. Allah köməkləri olsun. Sözlərə qoşuluram mən də. Bizim kəndin cəmaatı bir-birinə çox mehriban olubdur. Yəni birlikdə olmaq lazımdır. Bu torpağa qaytarmağın özü elə birlik nəticəsində mümkün olubdur. Bizim millətimiz hamısı prezidentimizin dediyi kimi dəmir yumruğu olubdur. Düşmənin qabağında qalib gəlibdir. Bir də bu işdə burada abidəni düzəldənlərin hamısına təşəkkür edirəm, minnətdarlıq edirəm ki, belə əziyyət çəkibdilər. Tək təşkil edənlər yox, təşkil edibdi bizim Məhəmməd müəllimdir, Cəlaldır, əziyyət çəkibdilər. Ondan başqa bütün kənd əl-ələ veribdi, iştirak edibdi, kömək edibdilər. Burada elə tək pul qoymaqdan getmirəm, mən də indi qoymuşam, ondan danışmıram. Burada işləmək özü böyük əziyyətdir, çox böyük əziyyətdir. Burada ağca qanadın dəhşət ağca yay vaxtı burada nəhət çəkmək olmaz, ağca qanadın qabağında. İşləyirlər, sağ olsunlar, hamısı əziyyət çəkibdirlər. Minnətdarlıq edirəm hamısına, sağ olsunlar. Bir də müharibə olmasın, torpağımızı, yəni torpağın qədrini bilmək lazımdır. Şöyle bir söz var da, deyir, vətən uğrunda ölən varsa vətəndir, torpaq uğrunda ölən varsa vətəndir. Yəni, torpağın qədrini bilmək lazımdır. Torpaq olmasa, insan yoxdur, cəmiyyət yoxdur. Yəni, həmişə o da torpağı əlində saxlanmaqdan ötürü millət həmişə bir olmalıdır. Yəni, torpaq sözü gələndə, vətən sözü gələndə hamı bir olmalıdır. Yəni, artıq hərəkətə yol verilməməlidirlər, hərə bir tərəfə çəkməməlidir. Bir də millətimizə birliyi arzulayıram, həmişə bir yerdə olsunlar, Allah köməkləri olsun hamısına, əziyyət çəkənlərdir, hamısına. Hacı buyur. Birinci, bura şəhidlərə Allah qanı rəhmət eləsin. Bu şəhidlərin səbəbinə bu millət bura yığışıb. Onlar torpaq uğrunda, bizim uğrumuzda şəhid olublar. Körpə balalı, cavan ailəli, qoca analı, atalı,
evdə qalıb. Onlar bizim yüzümüzdən şəhid olub. Bax, burada şəkil olanlara Allah qanı rəhmət eləsin. Amin. Bu dünyadan olublar Allah, o dünyaların versin. Əli Əkbər, Əli Əskər, cəlavdar olsunlar. O da bu işi tuta bilməzdi. O da mənim nəzərimdədir, Məhəmməd müəllim. Allah ömrümü tuğdaq eləsin. Sağ ol, var ol. Sağ ol. Allah yerin göğün, Allah'ın nəzərin gölgəsin, nəfəsin. Bu işi təşkil edənlərin kürəyindən, üstündən əksik eləməsin. Araz müəllimə təşəkkür eləyirəm, minnətkaram. Kömək elədiklər ötürü. Bir də bura pul qoyanlar, Cəlal müəllimə əl verənlər, kömək eləyənlərə Allah kömək. Nə deyə bilərəm? Böyün ham əziyyət çəkib, evin eşiyin ailəsini qoyub, bu şəhidlərin xatirəsinə bura gəlib öz ölüsün ikinci xatirəsinə. Evimiz buradadır. Evimizə Allah nəzərin kölgəsini, ay cəmaat, böyün uzaqdan bura maşın sürür, işin qoyub gələnlər. Allah nəzərin kölgəsini, nəfəsini heç vaxt üstümüzdən əksik eləməsin. Allahın nəzərindən əksik olmuyor. Bilirsiniz ki, bizim kəndin ən böyük əziyyətini çəkən, cəmaatı bu mühasirədən qutaran mənim əmim oğlu Hikmətdir. Hikmətin əziyyəti, zəhməti bu cəmaat üçün çox olur. Mən təqdir edirəm ki, hamının ona minnətləri var, ona çox sağ ol deyirik, üzrə müraciət edirik. Allah onun atasına rəhmət eləsin ki, belə olur. O da elə uzun müddət kəndin saqqal olur. Bu qəbristanlığı əvvəl elə o həmişə mətni çəkdirir, stolu basır. İndi Hikmət qərar verdi, Allah ilə zəhmətini cəmaat. Əvvəla hamı gəldiyinə görə, bu əziyyəti çəkdiyinə görə cəmiyyətə, hamıya minnətdarlığımı bildirirəm ki, həmişə Allah bizi belə bir eləsin. Bu abidənin qoyuluşunda, çəkilişində iş görənlərə Allah can sağlığı versin. Allah onları həmişə uzatsın. Allah şəhidlərimizə rəhmət eləsin. Biz həyatımızı onlara boşluyuq. Allah qazilərimizin canını sağ eləsin. Allah həmişə bizi belə bir eləsin. Sağ olun, var olsun. Fikir eləsin. Bizdə həmişə danışırdılar ki, Hikmətin orada böyük köməyi olsun. Cəmaatın salamat keçməsində, qəhrəman elə olsun. Hacı gəlin, gəlsən də bir xeyr olun. Yəni biz qiymətləndiririk, hamısını, cəmaat hamısı milli kimliyə iş görür. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Uca və kəramətli Allahın adıyla başlayıram. Ay cəmaat, Allah Teala müqəddəs Quranda deyir, çağırın məni, Udûne estəcib ləkum. Çağırın məni, eşidim sizi. Dualarımızı heç vaxt əski eləməyək. Çox adam belə fikirləşir ki, nə dedim havaya, yox. Allah Teala hər şeyi eşidəndə, görəndə, amma deyir, istəyirəm. İstəmişik. İstəmişik. Dualarımızın nəticəsində Allah Teala bu sevinci, bu qürur hissini bizə yaşatdı. Vallahi indi bilmirəm, nə biz az yaşlı hələ da, 60-dan keçəndən sonra da gedirlər, xəzalətli gəzirdik. Üzümüzə deməsələr də, köçkün deyəndə çox mütəəssir olurduq. Bu günlərə çox şükür, min şükür. Mən bir şey deyim sizə, olur deməyən məclis azda deyirdik ki, inşallah bu xeyir işlərdə gələn toylarımızı Qarabağda eləyək. O qədər qulağım eşidik deyirlər, tez-tez də yadından çıxmasın. Bu sözləri. İndi Allah Teala o bizim o səsimizi eşitdi. Torpaqlarımız qayıtdı. Kimlərin hesabına? İki doğulanlarımızın, şəhidlərimizin, ordumuzun, güclü sərkərdəmizin olmağı nəticəsində torpaqlarımız qayıtdı. Və biz gəldik, bu Mehdili torpağı, ayağımız ki, deyir, o evlər yerinə gələcək, ay cəmaat. Evdə tikəcəyik, Allah qismət edəcək inşallah. Hər bir şey olacaq, balalarımızda. Torpaq var, qutardı. Evin dərdini çəkməyək. Deymişdi, dədələrimiz, babalarımız, özümüz kafir dağıtdı, zülmkar dağıtdı. Kim bilir, Allah bilir. Cəzasını da verəcək, yəqinən birin cəzasını alacaqdır. Allaha çox şükür, qayıtmışıq kəndimizə, Qarabağımıza. Güclü ordumuz, dilimiz uzun, ölkəmizin rəhbəri xaricdə, dövlətlər yanan danışanda çox belə qürurla danışır. Ona görə ki,
İndi biz bildiyimiz 200 il, son 200 ildə heç bir işğal olunmuş, zəbt olunmuş torpaq geri qayıtmayır. Azərbaycanın Qarabağından başqa. O da o igid oğlanlarımızın sayəsində. Bizlərin balalarının, qardaşlarının, bacımız uşaqlarının sayəsində. Biz nə var onlara borçluyuq. Və bircə şeyi unutmayaq ki, bu torpağı bir həftə dedim orada. Bu torpağın qədrin bilək. Qədrin bilək torpağın. Mən gəlib o taydan İrandan, Xələfbəy dağından 6 dəfə, 5 dəfə orada o qədər baxmışam ki, indi Allah'a şükür buradan ora baxıram. Allah nəsib edib bunu. Bu hamısı Allah'ın qüdrət qarşısındadır. Heç vaxt namid olmayaq. Gələcək nəsillərimizə, balalarımıza da aşılayaq ki, bala, bu torpaq bizimdir. Elimiz, obamız, cəmaatımız çox mehriban olub. İndi də mehribandırlar. Salamat olsunlar, sağ olsunlar. Cavanları da, o biriləri də. Yaxşı kəndimizin oğlanları var. İş bacaranları var. Əl tutanları var. Allah hamısının köməyi olsun. Hamısının köməyi olsun. İnşallah qaydandan sonra da bir-birimizə kömək eləyib. O torpağı yavaş-yavaş, evi şəraiti quracaq. İnşallah Allah'ın köməkliyi ilə. Mən bu işdə əmək olan, yəni əvvəl başlayandan gəlib gedirəm. Bütün o cəmaatın kimin nəyə köməkliyi olub, onlara da minnətdarlıq edirəm. Əsas ki, o aparıcı qüvvələr ki var, o 3 nəfər, adlarını demirəm, savabları gedər. Allah köməkləri olsun. Allah Teala onların əvəzini versin demirəm. Ona görə ki, bu şəhidlər üçün çəkilən zəhmətin biz əvəzini istəməməliyik. Bəzən görürsən, bağışlayın bir söz istədəcəm, şəhid dəfni olur, mərasimi olur. İndi o savadı olmayan mollar deyir, ay cəmaat, haqqınızı halal edin. Şəhidə sənin nə haqqın var, halal edəyəsən. Biz şəhidə borçluyuq. Bizlər borçluyuq. Onların hamısına. Hamısına borçluyuq. O qədər tək hərbiçi yox, amma mülki vətəndaşlarımız da var. Onlar da şəhiddir. İndi bəlkə də zamanı gələcəkdir. Böyük Vətən müharibəsində olub iştirak edib ölənlərimizə Allah rəhmət eləsin. Böyük Vətən müharibəsindən sonra həmin o SSR dövləti arxa cəbhəçilərə də imtiyaz vermişdi. Yəni bunların əməyi olub. Bəlkə indi nə vaxtsa o bizlər kimi, o kimlər ki arxadan köməkliyi onlar da bütün Qarabağ cəmaatının hamısı veterandır. Yəni özlüyümüzdə gələk hökumət bir medal verə, yox. Bütün Qarabağ cəmaatı hamısı veterandır. Ona görə ki bir gül atılanda hamının ürəyi əsir. Hamı deyirdi Allah görən nə oldu. Nə bilim yaşadıq qürurla Allah Teala bu sevinci bizə bəxş edib. Həmin o şəhidlərimizin, qazilərimizin sayəsində, Ali Baş Komandanımızın sayəsində fəxr eləməliyik və bunu unutmamalıyıq. Balalarımızı aşılamalıyıq. Mən bütün burada iştirak edən təməkili də qonaqlarımız da var. Hamısına təşəkkür edirəm, minnətdarlıq edirəm. Qəbirstanımız Allah'a şükür təmizlənib, arxain ziyarət edilə bilər. Kim tanıyır qəbrin, qəlbini düzəldir, edir, bizim borcumuzdur. Olmayanlar da yavaş-yavaş bərpa olunacaqdır. Mən sizin hamınızı bu bugünkü mərasim münasibətindən təbrik edirəm. Təbrik edirəm ki, yəni belə bir mərasimdə iştirak edir. Bu gün özdə elə belə təsadüf gündür. Bu günlərsin Mehdi kəndinin tünəli. İşğaldan azad oldu. Gün cəbrayında tünəllərsin Mehdi kəndinin aynı düşür. İşğaldan azad oldu. Bəyə səbəblərə görə büyünə keçirir. Gün cəbrayında işğaldan azad oldu. İşğalda biz 23-də çıxmışıq ay cəmaat. Avqustun 23-də yox. Oktyabrın 23-də çıxmışıq və indi qayıtmışıq. Allah'a çox şükür. Yenə mən sizin hamınızı təbrik edirəm. Sağ olun, var olun. Ay hörmətli cəmaat. Burada biz Həsənin də adını çəkməliyik, Həsəni də qeyd eləməliyik. Rəhmətli Həsən də bizim şəhidimizdir. İndi müəyyən səbəblərə görə onun qardaşlarından zaten gələni yoxdur. Amma mən istəyirəm ki, Həsənə yaxın olan dayısı ilə burada. Dayısı onun haqqında qonaqlara söz verir. Verəcəm tabii. Telman bəy. Həlim, buyur bura zəhmət olun. Eyni zamanda mənim öz şəxsi haqqanım Telman müəllimdə bir oğlu da qazidir, bir də hərbçidir. Və hal-hazırda da hərbidə qulluq edir və polkovnik izaləsindir. Bugün bizim həm sevinçli günümüzdür. Elə bir ki, iki göz yaşaxır. Həm sevinçdən, həm kədərdən. Şəhidlərimizi yada salırıq, kədərdəndir.
hamımız bir yerə toplaşmışıq. Torpaqlarımızı alıb. Bu da sevinç gözyaşlarıdır. Ona görə də birinci şəhidlərimizə Allah rəhmət diləyirəm. Allah onlara rəhmət eləsin, yerləri behişt olsun. Valideynlərinə başsağlığı verirəm. Çünki biz onların dərdini çəkə bilmərik. Düzdür, biz də çəkirik. Amma o hissləri biz keçirmirik. İkinci, şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin yenə. Qazilərimizə can sağlığı versin. Onlarla bərabər veteranlarımıza da uzun ömür arzulayıram. Həmişə mehriban olaq, birliyimiz olsun. Harada birlik varsa, orada qələbə də var, müvəffəqiyyət də var. Bu abidənin də təşkilatçılarına, başda Məhəmməd müəllim olmaqla hamısına təşəkkür eləyirəm. Araz bəyə də uzun ömür, can sağlığı arzulayıram. Allah uşaqlarım xoşbəxt eləsin ki, o bu əziyyətlərin hamısına dözür. Cəlal kişinin də, Cəlal bəyin də yenə əziyyəti var. Onu da Allah canı sağ eləsin. Hamısına təşəkkür eləyirəm. Bugün də buradakı adamların hamısına uzun ömür, can sağlığı, birlik arzulayıram. Sağ olun, var olun. Mən əvvəl bəlkə qeyd elədim, rəhmətli Həsən üçün. Həsənin də Allah şükür. Qardaşları gəldilər. Onları bura dəvət edirəm. Həsənin qardaşları da gəlsinlər, ürək sözlərini desinlər. Biz ona da Allah rəhmət eləsin deyirik. Gəl, sizi çağırırlar, gəl. Tezliğine meytilidə öz Sizdə gəlməmişdən qabaq dəvət edən yoxdur. Demək ki, Həsənin də dünyasını dəyişən günüdür. Belə bir gözəl günü. Allah hamısınız olsun. Çıxış elə, siz yəni o biri şəhid ailələri çıxış edirsiniz. Siz edin, hep onlar siz yox. Danış. Mən əvvəl bu təşəbbüskar kimlərdirsə onlara minnətdarlığımı bildirirəm ki, belə gözəl bir təşəbbüsünə şəhidlərimizin adı anıldı, dünyasını dəyişib burada dəfn olunmuşların adı anıldı. Hamınıza təşəkkür edirəm ki, belə bir gündə bir-birimizin yanında oldu. Bizim kənd elə bir kənd oldu ki, elə bir mehribansılıq, o qədər mehribansılıq olub ki, bəlkə də deyərdim, qardaş-qardaşla etmədiyi münasibəti bizim kənd bir-biri ilə o dərəcədə ünsiyyətdə olub. Mən paylaşmışdım bir dəfə, o rəhmətlik Bəyişin oğlu Malikin meyidi gələndə Şirin o Kermanla biz işdən gəlirdik. Meytildə bir nəfər tapa bilmədik. Uşaqdan soruşduq hamı, dedi ki, bəs Malikin meyidi gəlib, hamı qərib sanlıqdadır. Bizim kəndi heyl olub. Rəhmətli Səfiyar da dünyasını dəyişəndə, əksər dünyasını dəyişənlərimiz olanda hamı özünü ki bilib. Burada ayrılıq, seçkili olmuyor. Mehribansılıq, çox mehribansılıq oldu. Mən nə deyərdim? Yenə deyirəm, Allah burada uyuyan şəhidlərimizin, Meytili şəhidlərimizin, Cəbrayil şəhidlərimizin, bütün Qarabağ şəhidlərinin hamısının Allah təala ruhunu şad eləsin. Ruhları şad olsun, belə gözəl məkana qayıtmağımızı onların qanı bahasına başa gəlib. Allah ruhlarını şad eləsin. Nə deyə bilərəm, adam sağ olun. Allah'ımızdan razı olsun. Ay hörmətli cəmaatımız, bizi buraya yığışmışıq, bizim bu işimizə, bu təşəbbüsümüzə qoşulan bizim qonşu kəndlərimiz də var. Bu tərəfimiz Cocuq Mərcanlı, bu tərəf Mərcanlı, o tərəf Qoycaq. Onlar qonaqlarımız var, o qonaqlarımız da buraya dəvət edirik, onlar da gəlsinlər. Bax da, bizim kəndlər hamısı elə deyil. Qonşu kəndlər. Kişi 5 saat tuturum orada. Hörmətli Meytəlilər, sizin bugünkü bu tədbir həqiqətən də təqdirə layiqdir. Bu böyük bir abidəni, bu indiki dövrdə yaratmaq şəhidlərə, bütün elə respublikanın şəhidlərinə böyük bir hörmətin nümunəsidir. Allah onlara rəhmət eləsin. Bu qazilər var, yaralılar var, ağır döyüşlər gedib. 5 il bundan qabaq, bax, bu ayın 4-də ilk dəfə Cəbrayil işğaldan azad oldu.
Labonda Mehteli de azad olmuştu. Sonradan İki diyesen. Mehteli almıştı, 4 zabrat. Ha. Yəni bu çətin gündə, bu çətin günlərdə biz onların hesabına o şəhidlərin, o döyüşən mərd uşaqların, dövlət başçısının, Qotbaz sərkərdənin hesabında biz bu gün buradayıq. Biz ikimiz də burada Cəbrayıl şəhərində oturuq. Mən özüm Mərcanlıyam. 5 il bu Coruq Mərcanında işləmişəm, aqronom. Bax bu yolu, bax bu dəmir yolu gedib gəlmişəm. 5 il. Bu cəmaatı Coruq Mərcanını qədər tanıdığım qədər tanıyıram. Hamısını tanıyıram. Yaşı orada insanlar olur. Böyük zəhmətkeş bir oba olur. Yenə də bugünkü günə şükür. Bax bura gəlib yığışmışıq, yığışırıq. Bunun özü böyük bir qabağa irəli inamdır. Qabağa daha da gənclərimizdə bir örnəkdir. Allah sizi sağ eləsin. Allah buradakı siyahıya baxıram. Soruşdum mən, o nə siyasi? Gedilər 93-dən bəri rəhmətə gedənlər. Bunların içərisində yəqin mən çoxunu da tanıyıram. Allah onlara da rəhmət eləsin. Sağ olun. Mərhəmətli və rəhmətli Allahın adı ilə hamınızı salamlayıram. Allahın salamı olsun sizlərə. Qısa danışacağım. Çox gözəl bir iş sahibsiz, əməl sahibsiz. Müqəddəs kitabımız Quran-ı Kərimdə belə bir kəlam var ki, insanın imanı onun qəlbində olur. Allah dərgahına uzalan onun əməlidir. Bu işdə əmələ keçən hər kəsə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, müharibə veteranlarımıza can sağlığı arzulayıram. Ali Başkomandana fəaliyyətində uğurlar arzu edirəm. Çox gözəl bir iş görmüsünüz, təqdirə layiq, təcrübəsi yayılan bir işdir. Çox sağ olun, Allah sizdən razı olsun, Allahın əmanəti olun. Sağ olun. Hörmətli Mehdili cəmaatı, əziz qonaqlar, bugün bura gəlməyimizin səbəbi məlumdur. Allah bu şəhidlərimizə rəhmət eləsin. Bunların yeri, ruhu cənnətə olsun. Və mən nə demək istəyirəm? Mən bu işdən biraz məlumatım olduğu üçün mən biraz əlavə bir neçə dəqiqə danışmaq istəyirəm. Burada bu hardaysa mart ayından da bəlkə tez burada iş başlayıb. Burada Cəlal qardaşımız, Məhəmməd müəllim və digər Zöhrəm olub, sonra çox adamlar araz olub. Yəni bunların hər birinin burada zəhməti olub. Və hətta mən gecələr burada yatıb qalıblar bu yoldaşlar. Burada nə demək istəyirəm? Burada zəhmət olanların hamısına çox sağ olun deyirik. Və bu yaxlarısı bir bacı burada danışdı, dedi ki, günah, şəhidin günahı yoxdur. Şəhid bütün günahların yuyubdur. Ona görə biz bugün azadıq, ona görə biz buradayıq, biz bir yerdəyik. Və mən bir kəlmədə demək istəyirəm ki, bunu mən həmişə demişəm, yoldaşlar bilir, Hacı başda olmaşa. Mən həmişə demişəm ki, Mehdili cəmaatı bir nümunəvi cəmaatdır. Böyüyün, kiçiyin, yerin bilən cəmaatdır. Mehdililər qədər mehriban, yəni belə götürəndə ikinci bir cəmaat yoxdur. Yəni çox danışmaq olar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu yaxlarısı da oraya gəlməmişdən də qabaq bir söhbət oldu, bir müsahibə verdim. Birinci Qarabağ müharibəsində mənim atam, indi bilənlər bilir, mülkü şəhid olub. Sonra qardaşım oğlu 2-ci Qarabağ müharibəsində Əzizov Elçin, baş leytenant şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O şəhidlərin hamısı bizimdir. Hamısı bizim övladlarımızdır, bizim balalarımızdır. Və bugün bu zəhməti olan, zəhməti çəkən insanlar var olasınız. Bir hacı dedi, gərək əməl düz olsun, qəlb düz olsun. Allah bu şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla doğursunlar. Və bugün biz bu azadlığı bizə verən onlardır. Sağ olsunlar. Allah rəhmət eləsin hamısını. Bizim kəndinə elə bizim şəhidləri sən sözlər getiriyor. Özelləşdirmiş şeylər buyur. Hə, çox sağ ol. Hörmətli Mehdili cəmaatı, hörmətli burada işləyən bütün qonaqlar, hamınızı salamlayıram. Hamınız bu məclisdə, bugünkü tədbirdə iştirak elədiyinizə görə hamınıza təşəkkür edirəm. Sağ olun ki, varsınız. Allah həmişə sizi var eləsin. Həmişə şəhidlərimizə qiymət verməyi bacaran millətik. Həmişə bu
belə bir vərdişi unutmayaq, həmişə belə bir adətimizi həmişə yaşadaq. Mən birinci Qarabağ müharibəsinin veteranı kimi danışıram. 91-ci ilin noyabr ayının 17-sində mən ərzə verib batalyona daxil olmuşam, onda biz batalyonu yaratmışıq. Hələ mart ayına qədər də Rəhim Qaziyev bizi qəbul eləmirdi, bizi siyahıya almırdı. Məcbur olub bizi bir batalyon kimi qeydiyyata aldılar. Ona qədər bizə silah da vermirdilər. Səhiyyə şöbəsinə mənə bir bilis vermişlər. Ondan uşaqları mən uç tüfəngi ilə, o əldə olan tüfənglərlə aparıb o sərhəd boyu ermənilərlə üzbəüz qoydum. Biz birinci Qarabağ müharibəsindən heylə qoruduq. Sonra 2 dəfə Sur uğrunda döyüşdə iştirak elədik. O döyüşlərdən keçdik. İndi biz bu günləri istər birinci Qarabağ savaşında, istər də ikinci Qarabağ savaşında şəhid olan əzizlərimizi yad edirik. Allah onlara rəhmət eləsin. Allah onların ruhunu şad eləsin. Allah onların yerini cənnət eləsin. Onlar Allahın yanında nöqsansız bir millətdirlər, bir toplumdular, şəhiddirlər, vətən uğrunda şəhiddirlər. Şəhidlər yalnız din uğrunda, bir də vətən uğrunda olanlar şəhid olurlar. Biz bugün torpaqlarımızı azad eləmək uğrunda olan şəhidlərimizi yad edirik. O döyüşdə tək bizim şəhidlərimiz iştirak eləməyib. Orada iştirak edənlərdən bizim qazilərimiz var, veteranlarımız var. Ondan sonra yaralanmayan digər ordunun tərkibində olan qüvvələr var. Allah hamısına ömür versin, hamısının canını sağ eləsin. Hal-hazırda da yenə ordumuzda iştirak edib bizi qoruyanların Allah canını sağ eləsin. Allah onlara uğur versin. Onların Allah nəfər deyərlər, onlara dəyməsin. Onlar bir də düşmən gülləsinə rast gəlməsinlər. Düşdü, mən 94-cü ildə buralar alınanda kəndə gəlmişdim. Kəndin vəziyyətini gördüm. Düşdü viran qalan kəndimə yolum. Gözüm yanmışların külündə qaldı. İstədim hamısını gəzim dolanım, yarısı düşmənin əlində qaldı. 93-dən sakinsizdir kəndimiz. İllər ötüyor, dağa dönür dərdimiz. Didərgin qozalıq məhv oluruq biz. Vətən köşkünlərin dilində qaldı. Hicrana dözməyə yox daha halım. Düşmənlə döyüşdən keçir müsalım. Namussuz yaşama köçkün mahalım. O sənin elində qaldı. Şükür Allaha ki, biz minnətli bu torpağa qayıtmadıq. O torpağı kişi kimi, mərd oğulların hesabına döyüşə aldıq. Alınaçıq olduq bütün dünyada. Tək öz aramızda yox, bütün dünyada. Bizim nəyə qadir olduğumuzu bütün dünya gördü. Bildi ki, biz nəyə qadirik. Amma ermənilər, bu mənfur düşmənlərimiz, necə ki, bu vandalizmə əl atıblar burada, özləri də vandallar. Onlar buralarda artdılar. Rusları inandırırdılar ki, onlar görmüşsən, hamısı bazarda al verilir. Onlar döyüşə bilməyəcək. Bu torpaqlar elə bizə qalacaq. İndi həyat da, Allah Taala da, bəndələri də, bizim millətimiz də subut elədi ki, biz hər şeyi bacarırıq. Bazarda al verilməyi də bacarırıq, döyüşməyi də bacarırıq. Allah elimizə versin, obamıza versin. Bəyək qaldı. Yoldaş dedi ki, bəs meytillər belə-belə, yəni xoş dillidirlər, mehribandılar, onu səmimidirlər. Qardaş, sözün mənası, mehdili də öyle, mehdillidir. Mehdilli, mülayim dil, bəli. Mey sözü, o sərin yaydakı o sərin mey əsir. Adam sərinir, adama ləzzət edir. Bax, mehdillidir, şirin dillidir. Allah hamısını var eləsin. Çünki mehdillərə mənim böyük hörmətim var. Onların səmimiyyətinə böyük hörmətim var. Dostluqlarına, insanlıqlarına. Allah hamımızı var eləsin. Bir dəqiqə özür istəyirəm belə. İsmət bura gəl. 70%-ə qədərin həyatını xilas edən bax bu şəxs. Səndən qabaq qeyd eləmişdim. Mən də öz minnətdarlığımı bildirim. Bu tarixdə qalsın. Yəni Allah ölənlərinə rəhmət eləsin. Atana, anana, cəmi ölənlərinə rəhmət eləsin. Biz də sənin hesabına arazı keçmişik. Şikəstlərindən 3 süt qabağı yatmadı. Mənim gözümün qabağında bir qolundan bir heyli insanın hamısını o izardadan sən olmuşsan. Metinlərin əksəri hamımız sənə borçluyuq. Bizim həyatımızı xilas elədiyinə görə. Mən ona görə öz minnətdarlığımı, əzizlərimin hamısının adından sənə öz minnətdarlığımızı bildirirəm. Neçə dəfə Hürriyyət kanalları sarıla gedib demir. Deyirlər gəlsin, bunu təbliğ edir. Bu milli qəhrəmanın layiq olası bir adamdır. Utanır getmir.
öz minnətdarlığımı bildirim. Mən ona görə səni dəvət elədim. Təşəkkürümü bildirirəm ki, bizim həyatımızı sən xilas etdin. Sağ ol. Yox. Çox hörmətli cəmaatımız. Bizə də burada biz yığışdıq, burada veteranları, qaziləri, şəhidləri qeyd elədik. Amma onu bildirim ki, bizim bu 44 günlük müharibəmizdə kəndimizin ən çox fəal üzvlərindən olan Alışovlar olur. Onlar əmioğludur. Salih hanı? Salih necə oldu? Salih necə oldu? Onun oğlanları çox böyük yiğitlik göstəriblər. Mən Salihi bura dəvət edirəm. Şirinov Telmanı dəvət edirəm. Jago elə Jagonu bir yaxdan atlar. Bir tapıram. Həsən toy dedim içəri yatırdı. Necə oldu Salih hanı? Allah elimizə versin. Sağ olsunlar ki, bu abidəni uzaldıqlar. Bu abidədə zəhməti olan keçilərimin hamısını Allah Teala canın sağ eləsin, balaların xoşbəxt eləsin. Bugünkü gün bana da nəsib oldu. Axır ki gəldim, ölülərimi ziyarət elədim. Hamısından razıyam, kəndimizin hamısından. Çox sağ olsun. Bu abidəni ki uzaldıqlar, zəhmət çəkdilər. Olmazın əziyyətindən halal eləsinlər. Zəhmət çəkənlər. Razı qalmışam. Sağ olsunlar. Sağ ol ellər. Şehir el gücü, sel gücü. El bir olsa dağı taşırar. Şükür Allah'a ki bizim elimizin cemaatı, ondan sonra insanları belə yığışır, topalaşıb belə bir mərasimi təşkil ediblər. Bunların birinci təşkilatlara ən böyük minnətdarımızı edirik. Əlbəttə, əziyyət İkinci də yenə cemaatımıza öz minnətdarımızı edirik. Allah şəhidlərimizə də rəhmət eləsin. Qəni rəhmət onların qəbirləri nurla dolsun. Əbədi olaraq bizim qəlbimizdə yaşasınlar. Mən belə də bir təklifim var. Bu cəmaatımızın, Metli kəndin cəmaatının yaşamasının səbəbkarı var. Bunların hamısını sağ-salamat vətənimizə, ölkəmizə, kəndimizə qayıdıb gəliblər. Bunun səbəbkarı deməli o Qaçaqaş vaxtında Hüseynov Hikmət Tanrıverdi oğludur. Çox təəssüf ki, onun haqqında heç bir məlumat, yazı, ondan sonra abidə bir təşkili bizim ən milli qəhrəmanımız kəndimizin Hüseynov Hikmət Tanrıverdi oğludur. Elə edək ki, onun da adı burada əbədləşsin. Ondan sonra o da elə bir qəhrəmanımız kimi bizim tariximizə yazılsın. Allah hamımızın cəmaatımıza xoş gəldin deyirəm. Hamısına belə mərasimdə, toylarda belə yaxşı iştirak etsinlər. Ömürləri uzun olsun. Hamısına evlərinə xoşbəxtlik aparsın. Sağ olun. Harada dedin? Bilir ki, bu hamı qeyd elədi. Əvvəla onu qeyd edeyim ki, biz şəhidlərə rəhmət olsun dedik. Burada bizim 32 illik rəhmətə gedən kəndimizin, cəmaatımızın siyasıdır. Bunu mən, Allah Elman Lazımova kömək olsun. Ona mən demişdim, bu məsələ yoxdur əvvəldən. Ki, kəndindən çıxandan rəhmətə gedənlər siyasi. Onu da Allah da sana rəhmət eləsin. Onu şartlı qeyd elədi. Burada, yəni biləsiniz ki, kəndimizdən 300 nəfərə yaxın rəhmətə gedən var. Allah onlara da rəhmət eləsin. Allah onların da yerin behişt eləsin. Elə bilin ki, onlar da bu qəbirstanətə dəfn olurlar. Hər dəfə gələndə elə onlar da biz. Çünki onlar hərəsi bir diyardadır, hərəsi bir tərəfdədir. İndi bunları əziyyət çəkib. Bu da kəndimizin sxemidir. İşğaldan qabaq burada kim kiminlə qonşudur, kim kiminlə yol hardan gedir, cığırlardan gedir, bunu mən tərtib eləmişim. Qoymuşam bura. Kim gələndə bilsinlər ki, orada yazmışam. Kimin evi harada oldu, kimin evi harada oldu. Yəni, kənd bilinmir harada. Amma buna tapa bilərlər ki, kimin evi harada idi, nə idi. Və onu da qeyd edeyim ki, burada bu işləri biz düzdür, cəmaat hamısı bir olub birləşib eləyib. Ancaq bunun əsas zəhmətini çəkənlər burada 3 nəfər olub. Bu şəhidlərin abidəsində Arazılan Məhəmməd ilə rəhbəri və Arazın çox əziyyəti olur. Və Calal da bura
Allah evvela onu qeyd edim ki, Allah hər hissinin, hər sünnetasına rəhmət eləsin. Amma rəhmətli Qasım Şahan bilir də, çox qayğıkeş adamıdır. Hamı ona rəhmət, yenə ona qəni rəhmətli Vəli, ya Allah rəhmət eləsin. Allah Vəli böyüyə kiçik qoymazdı. Hamının hörməti qazanır. Mən indi dəvət edirəm o 3 nəfəri bura, gəlsinlər özləri burada o çətinlik, əziyyəti, zəhməti bu cəmaata halal etsin. Halal. Məhməd mənim, sən keç onu mən çağırıram. Əvvəl sağlam olsun. Keç sonra bunları gətirəcəm. Gəl, sən də. Gəl görürsən. Çək gözləyəcəm. Video çəkir də. O ayrı paylaşır. Aradan gidiyor. Məhməd mənim, siz danışın. Buyurun. Hamınızı xoş gördük. Hay Mehtili cəmaatı, gələn qonaqlar. Hamınıza minnətdarım bildirirəm. Hamıya məlumdur ki, bu günlər üçün yığışmışıq. Həm şəhidlərimizin abidəsinin açılışı ilə bağlı, həm də ki, qəbristanlığımızın, ölənlərimizin ziyarət etmək üçün. Allah bütün ölənlərimizə rəhmət eləsin. Şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Qazilərimizi Allah təala qorusun. Əskərlərimizi həmişə var eləsin. Bizim rəhbərimizin başı uca olsun həmişə. Bayraqlarımız həmişə ucalıqda olsun. Əziz cəmaatım. Demək istəyirəm ki, yəni bu məsələ bizim burada bu tədbiri qurmaqda, filanda, bütün bu tikintilərdə, filanlar deyilənməsi biraz çox çətin məqama düşmüşdür. Hamıya məlumdur ki, dünya ölkələrdə bilir ki, Mehtili kəndi qırmızı istokdadır. Bir də Rüzgar kəndidir. Ona görə ki, ən qabaq ön cərgə olduğuna görə burada minalanma çoxdur. Ona görə bura icazə verməsi də biraz çətinliklə olsa da biz ona nail olduq və bir yerdə bir dəfə Cəlal mənə bir təklif elədi, bir yoncaqda. Dedim ki, nə vaxt desən, mən hazıram. Və o vaxtdan da bir yerdə may ayından başladıq bu tədbiri. Elə deyil? Təməlin qoyduq o çardağımızın, ədəbxananın, falan digər şeylərə, buranın düzlətdik elədik. Hacı da gəldi, iştirak elədi, təməl qoymada iştirak elədi. Xeyir duasını o verdi. Bəli, xeyir duasını o verdi. Hər kəsə Allah kömək olsun bu Mehtili cəmaatına ki, həmin tədbirlərin görülməsində böyük köməkləri oldu. Mən demək istəyirəm ki, burada o demək deyil ki, kimsə maddi cəhətdən kömək eləyirdi. Mənəvi cəhətdən çox kömək olubdur. Həm öz kəndimizin, həm qonşu kəndlərin, həm dost-tanışların. Hər kəsin o cür deməyi ki, çox sağ olun, bunu eləyirsiniz, onun özü köməkdir. O demək deyil ki, kimsə gətirsin 5 manat, 3 manat. Nə də ki, burada biz tikdiyimiz, inşa etdiyimiz bütün bu tədbirlərlə bağlı heç kəs burada nə artıq deyək ki, iş görübdür, yuxarıdadır, kimsə aşağıdadır, elə şey yoxdur. Hər kəsin elədiyi bərabər formadadır. Ondan başqa qəbristanlığımızda da Allah'a şükür rəhmətliklərin çoxunun o sınan qırılan daşlarını da düzəltmişik. Texnikalar vasitəsilə, çünki onlar eləməklə əmələ gələndir. Amma sağ olsunlar ki, bizim qardaşımız bu günləri Mirələm burada yoxdur. Mirələmin də əməyi burada çox olubdur. Özünün təmənnüsüz əməyi olubdur. O qəbirlərin düzəldilməsində, qaldırılmasında və gündəlik mənlə hər gün. Demək olar ki, nə vaxt burada iş gedib, Cəlal burada nə vaxtı ustalıq işini icra eləyibdir, hörgüsünü örübdür, qumunu eləyib, nə iş görübsə həmən vaxtı biz onun yanında olmuşuq. Çox çətinliğində də olsa, nə olsa da bu günləri bu abidəni qoymuşuq, düzəltmişik. O hissə hazır olandan sonra artıq biz belə fikirləşdik ki, burada abidəni quraq. Abidənin qurulması ilə bağlı təklif verdim ki, Cəlal elan elə ki, şəhid ailələrin yığaq, kim istəyir, harada istəyir, orada qoyaq abidəni. Çəkilişlər də aparılıb hamısı. Gəldilər, buranı məsləhət gördülər, sağ olsunlar, onların razılığından, onların icazəsi ilə bu abidəni burada qurmağa məsləhətləşdik. Və ayın 5-i avqustda, elə 5 avqustda qoyduq da buranı təməli. Onu da Araz qardaşımla birlikdə. Bu abidənin əsas bünövrə hissəsin, deyək ki, abidənin qoyulma hissəsini əsasın Araz qardaşım qoyubdur. Desəniz niyə?
Biz o bisetkanı elə düzəldəndə, onda Araz bu işin içində yox idi. Ona bir dənə sifariş elədim mən. Burada gəlmiş dədəsinin qəbri qoymağa, rəhmətli Vəldan. Burada dedim ki, o daşı dedi, Cəlala dedim ki, daşı düzəltməyə, Araz dedi ki, mən onu özüm düzəldəcəm. Amma bu daş ki var, bu hissəni düzəltmişdilər. Belə düzəltdirmişdi, gətirib qoymuşdu burada. Artıq bisetka qutarandan sonra gördük ki, belədir. İkilikdə birləşdik. Bunu yaratdıq. Halal xoşları olsun. Halal xoşları olsun. Digər bizə kömək olanlara da Allah kömək olsun. O bir formada da Allah Arazın da canı sağ eləsin, Cəlalın da canı sağ eləsin, Mirələn qardaşımın da, Ustaların da Allah kömək olsun. Əvəz qardaşımın da, bunun da zəhmətləri böyük olubdur. Əslində biz əvvəldən üçlükdə başlamışıq bu məsələni. Cəlal, mən, Əvəz. Mənim xəbərim olmadan məni bir təşkilatçı kimi qoşdular, mən də elə qoşuldum bunlara. Bir yerdə bunu da çox yaxşı ki, çox sağ olun ki, bu günləri hamınız vurğuladınız. Çox razıyam. Bu hamısı sizin əməyiniz nəticəsindədir. Yenə də minnətdarlığımı bildirirəm ki, bu günləri əziyyət çəkib. O elanı eşidibsiz. Eşitməyənləri şəxsən özlərinə zəng vurmuşam. O 70-dən yaşı yuxarı olanlara. Onlar da gəlibdir, çox sağ olsunlar hamısı. Allah Teala bizə onu qismət eləsin ki, biz indi uzaq olan olduğu vaxtı bura olsun ki, tez-tez gəlib gedə bilməyənlər olacaq, biz də ola bilsin ki, belə ara verəcək. Ancaq Allah bizə onu qismət eləsin ki, kəndimizə yığışağın, elə həmişə gəlib ölülərimizi ziyarət eləyək və bu abidəmizi ziyarət eləyək. Bu abidəni biz qoymuşuq. O da götürərsə. O kişi ilə qoymuşuq. Amma gələcəkdə dövlət özü bilər, hardan qoyar, neyinər olsun ki, müəyyən bir yerdə, yaxşı bir yerdə qoyarlar və orada da bundan da yaxşı bəlkə qoyarlar. Biz də gücümüz çatan bu olubdur. Bunu da qoymuşuq. Allah belə qəni-qəni rəhmət eləsin hamısına. Burada heç kəs bilmir ki, yəni gənc nəslin çoxu buradadır və evlərində deyərlər. Orada bu xərtəmiz köhnə qonşuların xərtəsidir. Hacı deyəm, o vaxt əldə çəkmişdik kağıda. Sonra bunu daş üzərinə Araz qardaşım döyüdürdü. Burada ölənlərimizin siyahısıdır. Nə qədər ki, 300-dən yuxarı 93-dən 2025-ə kimi. Təzələri də vurmuşuq. O ölənlərin siyahısıdır burada. Nə vaxtı olub, nə vaxtı rəhmətə gedibdir. İndi bunu gələcək nəsil baxanda təbii ki, bunu biləcək ki, bunlar niyə burada deyil? Heç olmasa, Allah rəhmət eləsin, qəni-qəni onlara da. Heç olmasa, onları indi ya bilmirik. Ancaq burada siyahıda heç olmasa bir yerə yığdıq. Simvol kimi. İndi heç olmasa ki, gənclərimiz, cavanlarımız təzanadan ona deyəcək ki, bunlar bu nə deyən şeydir, onu hamısı başa salacaqdır kimsə valideynin nəyi. Hatırlanırlar da onu böyük. Bəli. İndi burada tam da qurtarmasaq, bir-iki də tədbirlərimiz var. Burada Allah qoysa bizim bir su məsələmiz də var. Su da burada vurduracağıq Allah qoysa. Kaçalka ilə, nə ilə bunu da eləyəcəyik. Qalan bunun qabağında da bir park kimi eləyəcəyik. Belə dəyişiklik olacaqdır. Bu cür açmaq istədik ki, qabağı yağış falan nə də, həm də bu. Allah hamınıza kömək olsun. Allah bizim elimizi, ovalımızı var eləsin. Gələn qonaqlara öz təşəkkürümü bildirirəm. Qonşu kənddən gələnlər də var, rayondan gələn dostlar da var. Bakıdan hamınız gəlmişsiniz, əziyyət çəkmişsiniz. Çox var olun, çox sağ olun. Gəlibsiniz, ziyarət edibsiniz. Allah sizdən razı olsun. Qardaşlar, Allah sizdən də razı olsun. Əziyyət çəkmişsiniz, əziyyətinizi halal eləyin. Allah ölənlərinizdən ruhsat eləsin, cəmiyyən ölənlərinizdən ruhsat eləsin. Sağ olun. Allah hamısına rəhmət eləsin. Bu şəhədə aid tək burada yox. Mən yəni daş işi ilə məşğulam, qrant işi ilə. Mənə müraciət edən insanın hamısına çalışıram ki, köməklik edim. Yəni heç olmasa, insan var gücü çatmır, yəni hətta mayasından da aşağı. Daşı hesablayıram, öz əl haqqımız adımı, yəni orada pul hesablamıram, köməklik edirəm. Öz kəndimin şəhidlərinin daşını düzəltmə. Buradakı şəhidlərin hamısı mənim qohumlarımdır. İskəndər Kivrədir, Səhid Təhməzov, Hübxanım Mamagildən qohumdur, Həbib atamın dayısının oğludur, Qafil Kivrədir, Qafilin anasının, atasının qucağına atamı qoydular, nəvələrin qoydular qardaşımın qucağına. Həsən Dəkin anamın əmmisi nəticəsidir. Yəni burada mənim üçün yad adam yoxdur.
Meytilidə iş Xanımdır, yoxdur. bəli, Amma Meytili bir-birinə bağlı, yaxınlıq var, bəli. Mən internetə elə girib çox baxan insan deyiləm. Düzdür, saytım var, Facebook'da var. Hərdən elə şəkil atıram, muğamdan bir parça atıram. Və bir gün işdən gəlib elə telefonu belə yuxarı çəkdim ki, mənə kimsə nə istədilər. Gördüm Cəlal Meytili kənd paylaşım eləyib. Baxdım ki, 9 adam Cəlala orada dəstək oldular. Cəlalı götürdüm, yığdım. Cəlalla biraz söhbət elədik. Dedim, Cəlal, çəkinmə. Mən sənin yanımda. Bəli, ilk gündən. Bəli, o insan dediyini eləməz. Hətta buna dedim ki, mənim adımı çək. Mənim gücüm nəyə çatırsan köməklik eləyəcəm. Cəlalla 1-2 gün ardıcıl danışdı. Sonra buna belə bir təklif də elədim ki, Cəlal, navesi qutarandan sonra o abidə yaxşı deyək. Fikirləşin, şəhidə bir qəşəng bir şey düzəldi. Elə aradan bir gün keçmişdi, Cəlal mənə zəng elədi ki, Məhəmməd qardaş deyir ki, şəhidlərin daşını döymək lazımdır. Mən həm sevindim, həm özümə boş verdim. Böyük məmnuniyyətlə götürdüm öz üzərimə. Bunu işlədim, getdim, atamın daşını qoyanda getdim bura. Aradan 1-2 ay keçdi, yenə də mən gəlib gedirdim. Elə hey baxırdım ki, bu list yerdədir. Mənə çox pis təsir elədi. Elə buradan qayıdan günü axşam Məhəmməd qardaş mənə zəng elədi. Dedi ki, Naraz, belə bir fikrim var. Dedim, canla, başla, qardaşın, kiçik qardaşın sənin huzurundadır. Öylədir. Bu işləri işlədik. Halal xoşlar olsun. Allah hamısına rəhmət eləsin. Yəni bayaq dedim, burada mənim üçün yad adam yoxdur. Ümumiyyətlə Mehdilidə yad adam yoxdur. Hamı qohumdur bir-birinə. Siz bilirsiniz ki, mən 16 yaşında gəzəri bir insan olmuşam da. Cəmaət Almaniyaya gedə bilməyəndə 86-cı ildə mən gedirdim. Bizim kəndin pisinin başına dönüb. Bizim kənddə həqiqətən pis insan yoxdur. Mən hətta Facebook'da da paylaşmışam, kənd saytında da. Mən bu Heydər Əliyevin sözü kimi çıxmasın, həqiqi fəxr edirəm ki, mən Mehdili kəndində doğulmuşam. Mən kəndimlə fəxr edirəm. Burada da əlavə nə iş görəcəyik, bizim baş Məhəmməd qardaşına, yəni geniş bir proyektimiz var, bu şəhid belə bununla tamamlanmır. Qəşəng bir abidə yaradacağıq, qarşısında park olacaq, suyun da həll eləyəcəyik, hər şey əkiləcək. Cəlal qardaş da sağ olsun, saldat kimi nə deyilib, o navistələrə, nə buyurulub, saldat nətər ismində durar, Cəlal bizdən bir kiçik qardaş kimi burada hər şeyi həll edir. Cəlalın o ağca qanatlı gürdə, burada çox əziyyət çəkir, çox əziyyətləri var. Əziyyətini də halal eləsin. Cəlal elə bir iştirakçı kimi, bir qabağa düşən bir insan kimi böyük əməyi var. Cəlala da təşəkkür edirəm, öz təşəkkürümü bildirirəm. Hamınıza da təşəkkür edirəm. Mən fəxr edirəm, həqiqətən bizim kəndi qəşəng ziyalıları var, qəşəng müəllimləri olub, saat da var, qəşəng cavanlarımız var. Böyük, kiçik sayan, ağsaqqal, ağbıçək yeri bilən insanlarımız var. Yəni kəndimlə qürur duyuram. Şəhidlərə də nə iş görürəm, özümə borc bilirəm. Halal xoşlar olsun. Sağ olun. Çox cavanlıq bir istəyirəm, müzakirə elədim. Bizim kəndin ən gözəl adətlərindən də biri oydu ki, bir kəs rəhmətə gedərsə 40 gün televizor bağlı qalardı. Qara örtü çəkərdi hamı, cavanlar bilmir. 40 gün kənd bir-birinin yasını saxlayardı. Əvəz də buyursun. Buyurun. Əvəz. Valla bundan böyük xoşbəxtlik nə olar ki, bugün biz buradayıq, burada iştirak edirik. Həmişə biz toyda da, yasda da həmişə arzumuz olub ki, gedək Mehdilidə görüşək. Bundan böyük xoşbəxtlik nə olar ki? Bəli, əlbəttə bu şəhidlərin hesabına biz buradayıq. Onlar bugün o torpağın altında, biz bu torpağın üstündə gəzirik. Allah onlara rəhmət eləsin. Allah bu işdə kimin əməyi var, Allah canı sağ eləsin. Mehdili valla bizim rayonda sayılıb seçilən kəndlərdəndir. Şəxsən mən varla soruşanda məndən elə fərəhlə deyirəm, mən Mehdiliyəm. Allah Taala həmişə bizi bax belə buralarda görüşdük. Bundan sonra bax xeyirlərlə. Əziz cəmaatlar, bir dəqiqə yaxın eşidin. Burada ehsan verilir. Xahiş edirəm dağılışmayın. Getməyin. İndi Yasin surəsi oxunacaq burada. Yasin surəsinə qulaq asaq, sonra ehsan veriləcəkdir. Getməyin. Şəhidlərimizin ruhuna ehsan verilir. Mən demək istəyirəm ki, əziz cəmaatlar, burada bizim bu görülən işlərin hamısı Mehdili cəmaatının ümumi birliyinin səbəbinə olubdur. Bunu nə təhmən eləyə bilməzdir, nə başqa insanlar eləyə bilməzdir. Bu birlik səviyyəsində olur, cəmaatın birliyində. Sağ olsunlar, Allah köməyiniz olsun. Bizə ehtimat göstərdiniz. Bir yerə yığışdıq, bu işi gördük. Və Məhəmməd müəllim də ilk gündən burada olub, mənim yanımda olub. Əvəz demək olar ki, bura gəlib gedə bilməsə də, hesab kitab işlərində həmişə aktiv olub. Hər şeyi soruşub, maraqlanıbdır. Bayaq Məhəmməd müəllim qeyd elədi, Mirələm.
Həmişə indi sağ olsun, Allah kömək olsun, onun da övladına Allah şəfa versin, şəfa diləyirəm ona. Burada olub hər zaman, nə lazım olubsa, gərək iştirak eləyəydi, nəsə qismət. İlk gündən də Arazda zəng eləyib mənə, deyib ki, qardaşım, nəyə ehtiyac olsa mən hazıram. Nə istəsən deyib ki, mən hazıram, problem yoxdur, sağ olsunlar. Allah köməyiniz olsun, Allah sizə can sağlığı versin. Bizim evimiz bura deyib, Bakıda deyil, biz evimizə gəlmişik. Bu, əbədi yurdumuzdur bizim, Bakıdakı evimiz müvəqqətidir. Biz buranı əbədi yurt kimi bilməliyik. O cümlədən də bizim şəhidlərimiz bizi bura cəmləyən bir qüvvədir. Allah onlara rəhmət eləsin. Allah bax bu işləri görə Məhəmməd müəllimə, Araz qardaşımıza can sağlığı versin. Çox gözəl bir iş yaratdılar. Çox belə qəşəng belə. Mən indi kəndləri gəzirəm də, çox kəndlərə gedirəm. Vallahi hələ qalıb belə, elə tikiblər qalıb yarıb. Tikiblər qalıb yarıb. Tez bir zamanda bu işi başa gətirdilər. Sağ olun, mən öz təşəkkürümü sizə bildirirəm. Çox sağ olun. Sən deyən şeylərə qoşuluram indi. Onun da biraz tez olmağında nəyində bizim bir ustamız da. Allah kömək olsun, mən onu qeyd edeyim. Kərimbəyli kəndindəndir. Kərimbəyli kəndindən sağ olsunlar. Zaman Süleymanov. Mənim rəhmətli bacımın qayını. Bəli, Məşuqənin. Biz olmuyor, o gəlib burada işləyibdi. Arazdan ikimiz olmasaq da, o gəlib burada işləyib. Orada da işləyiblər. Onu postdan buraxmırlar, postdan buraxmırlar. Buradan vurub gəlir. O oradan buraxmırlar, buradan qaçır. Bəli, Allah köməkləri onlara da buradan öz təşəkkürümü bildirirəm. O da gəlməlidir bura, işləri var. Allah onlara köməkləri olsun. Kərimbəyli cəmaatı məktəbdə çox köməklidir. Azad Cəlal özü bilir. İndi bir dəfə qeyd edibdir orada, burada nəsə qeyd etmədən. Mən deyirəm də, mən onu qeyd eləmək istəyirəm ki, burada əməyi olan Kərimbəyli kəndindən, ilk gündən, belə ilk gündən mən onu deyim, Məşuqənin yeznəsi, Zavurdur da. Birinci gün biz material almağa gedəndə, o gəldi durdu bizim yanımızda orada, dedi materialı buradan götürərsiniz, nə də lazımsa problem yoxdur, sağ olsunlar. Təmin elədilər bizi. O cümlədən də zaman öz maşınları ilə gətirir. Öz maşınları ilə burada nə lazım olubsa bizə. Bax bu işdə məsəl üçün bu əl işlərin görməklərdə onların da əl işləri var. Mən buradan onlara öz təşəkkürümü bildirirəm. Allah sağ eləsin. Allah köməklər olsun. Tədbirimiz yekunlaşdı. Xahiş edirəm. Keçəyin orada ehsan süfrəsində bir çörək yeyək. Sağ olun. Burada vəziyyətlər gəlin ana. Buyurun, ne buyurun? Yer var, hep böyle hazır. Orada yer var. Keçin otur. Buyurun hele, ne yer var? Doktor yer var. Fatiha. Allah. Devam da çağır, onu verme. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Orada yer hazır demeli. İyyâke na'budu ve iyyâke nestaîn ihdina sıratal mustakîm sıratal lezîne Bismillahirrahmanirrahim. Kul huvallahu. Allahu Lem yelid ve lem yulad ve lem yakul. Allah ruhunu şad eylesin. Sizlerin insanıyla, sizlerin insanıyla bir arabamızı alır. Ruhunu şad olsun. Hamımızın ruhunu şad olsun. Cem şehitlerimizin ruhunu alır şad. Ruhlarını şad olsun. Çok sağ ol kardeş, sen de eziyet çektin. Sağ ol. Hoş taraf. Samay bura boşluğa verin. Karabağ yani diye bizim icablarda var. Nereden var? Sen de bırak. Gel. Otu ne var? Orada var. Aslanlar yapıyorlar.
Ay, başına min gedir balasın, sana baha vereceğim. Ben de alarım, dağılıkmaya. Allah rahmet eylesin. Allah ruhu şad eylesin. Allah canı rahmet eylesin. Amin, amin. Allah rəhmət eləsin bu şəhidlərimizə. Bunların səbəbinə bir səbəbdir. Tez-tez gəldik bu qəbirstanlığa, gəldik bu torpağımıza. Onsuz da ev eşi yoxdur da. Elə evimiz də buradır. Bunlar bir nətər deyirəm, tutacaq yerdir də bizi çəkir gətirir bura. Dayaq nöqtədir. Allah hamısına rəhmət eləsin. Allah sizin də köməyiniz olsun. Allah canınızı sağ eləsin. Bu böyük bir işdir. Böyük bir işdir. Təsəvvür edin, dövlət səviyyəsində həll olunan bir işdir, siz bunu həll edin. Bəli. Allah Bunun bəzi şeylər də var, tamamlanacaq. Hələ işlərimiz Allah köməyiniz olsun. Sağ olun. Sağ ol, sağ ol. Allah qazandığınıza bərəkət versin. Sağ olun. Var olun.